Salam əziz izləyicilər, hər birinizi yenə xoş gördük. Bu günləri 5-ci sinif Azərbaycan dili yeni kitabdan Jean Valjean əsərinin mətnini və mətni işləyəcəyik və ona aid çalışmaları işləyəcəyik. Yenə deyirəm, mətni oxumağa ehtiyacı yoxdur. Burada oxusam çox vaxt gedəcək. Ona görə siz mətni özünüz oxuyursunuz və sualları, çalışmaları birlikdə işləyirik. Burada bizə həm izahlı lüğət lazım olacaq. Bir neçə söz var ki, biz onların mənasını izahlı lüğətdən öyrənəcəyik. Deməli, gəlirik biz çalışma. Baxın, burada elə izahlı mən tanış olmuşdum deyə məlumatlıyam ki, bizə lüğət lazım olacaq. Baxın, burada söz boğçası verib. Söz boğçasında biz bir neçə sözü bilməliyik. Burada gördüyünüz kimi 4 dənə sözü, yepiskop, katorqa, jandarm, monsenyor sözlərini verib bizə. Qərib yad adamdır. Kandar ağız, yəni qapının kandarında, qapının ağzında, ağzı da deyə bilirik. Gəlirik bura birinci çalışmanın A bəndinə. Mətnə əsasən aşağıdakı sözlərin mənasını verilmiş izahlara uyğunlaşdırın. Deməli, birincisi jandarm olanda polisdir. Yepiskop deməli, yepiskop ali ruhani rütbəsi olmalıdır və o rütbəni tutan şəxs olmalıdır. Katorqa sürgün edilmiş cinayətçilər icbari iş yeri, monsenyor xristian pedagogikasında yüksək vəzifəli ruhaniyə müraciətdir. Yəni, bu cür biz bunları uyğunlaşdırırıq və 4 dənə sözü də öyrənirik. Kontekstdə əsasən, kontekst bildiyimiz kimi məzmundur, kiçik bir hissədir. Mehmanxana sözünü izah edin. Mehmanxana gecələməyə yer, yəni gecə qalmağa yer, otel. Otel deyə bilərik bunun adına. Xana sözündəki mehman sözünün mənasını müəyyənləşdirin. Mehman qonaq deməkdir. Həmin günü qonaq. Qonaq deməkdir. Xəstəxana deməli, xəstə sözün köküdür, xana leksikdir. Kitab sözün köküdür, xana leksikdir. Yəni, xəstələrin qaldığı yer, kitabların saxlanıldığı yer, mehmanxanada qonaqların qaldığı yer, xana hansı mənasını, yəni onların qaldığı yer mənasını xana şəkilçisi verir. Növbəti sualımız, nə üçün mehmanxana sahibi sarı pasportu Jean Valjeana yer vermədi? Çünki onun, baxın, burada gördüyünüz kimi deyəcək ki, mən o gedir bir dənə evə, orada ona yer verirlər. Baxın, katorqadan gəlirəm. Baxın, mən katorqada dustaq edim. Yəni, dustaq olduğu yer mənasında, dustaq olunan yerə katorqa deyirlər və onu biz burada da öyrəndik. Katorqa sürgün edilmiş cinayətkarlar üçün icbari iş yeri. Yəni, cinayətkar olduğunu bilir. Cinayətkarların yerindən gəlmişdi. Katorqadan gələnlərə biz buradan öyrənirik ki, sarı pasport verirlər. Yəni, sarı pasportda onun cinayətkar olduğunu bildirir. Mətnin birinci abzasında Jean Valjeanın təsvirini oxuyun. Bu təsvirdə sizdə obraz haqqında təəssürat nə yaranır? Gəlin, mətnin birinci abzasına baxaq. Görək, birinci abzasında bizə nə məlumat verilir. Şəhərin küçələri ilə bir qərib yolçuda addımlayırdı. Hamı ona təşvişlə baxırdı. Orta boylu, qüvvətli bir adam, 45-46 yaşları olar. Başından sərtlik, cəsarət, yorğunluq yağırdı. Üzü günəşdən qaralmışdı, çiyində köhnə çanta vardı. Baxın, biz buradan ilk baxışdan mətni oxumamış görürük ki, böyük bir qüvvətli adamdır, sərt baxır, yəni qorxulu bir hissə yaradır, amma köhnə çanta olduğuna görə deyə bilərik ki, bəlkə bunun pulu yoxdur, kasıbdır, üzü günəşdən qaraldığına görə deməli bu gün altında işləyib və şəhərdə də bunu tanınmırlar. Yəni, şəhərə bələd olmayan bir adam görüntüsünü bizə verir. Keçirik. İndi biz burada görək. Cənab Miryel haqqında nə deyə bilərsiniz? Onun zahiri görünüşünü təsvir edən. Baxın, gəlin görək əvvəlcə Miryel kim idi? Miryel, mən səhv etmirəmsə, ona yer verən adam idi. Baxın, mən bütün qapıları hər yerdən qovulub. Baxın, kilsənin qarşısına skamya uzandı. Sizin yatmağa yeriniz yoxdur. O axşam yepiskopu Cənab Miryel qonaq otağında oturmuşdu. Xidmətçi qadın şam yeməyi üçün süfrə hazırlayır, bugün eşitdiklərini deyirdi. Baxın, burada Miryel
Bu Jean Valjeana Jean Valjeanı qonaq eləyən adamdır. Biz onun haqqında yaxşı bir adam olduğuna görə, belə deyək, həm də yepiskop dediyinə görə, deməli bu kəs, yəni Myriel yepiskopdur. Yepiskopdur, yəni kilsədə işləyir. Kilsədə olduğuna görə bunun saqqalı ola bilər və onların hər hansı bir dini paltarını geyinə bilər. Zahiri görünüşünün haqqında uzun məlumat vermədiyinə görə biz onu yəni saqqallı, başında papaq, yepiskop, yəni xristian kilsələrində olanlara deyirlər bunu. Onların ortaq necə deyirlər, görünüşü necədirsə biz onlara uyğun bir təsvir eləyə bilərik. Uzun saqqallı, hündür boy, başında papaq, boynunda xaç işarətli sep olan bir kişi idi, belə deyə bilərik. Bədii portret. Baxın, bir xarici görünüş haqqında danışırıqsa ona bədii portret deyilir, əsərin içində olanda. Sizcə Jean Valjean cənab Myrielin etimadını doğruldacaqmı? Təxəyyülünüzə hadisənin davamı ilə bağlı mətn qurun. Baxın, orada Jean Valjean evdən şamdanları və gümüşləri götürür, gedir. Amma növbəti dəfə gələndə onu polislər gətirir. O polislərə demişdi ki, mənə evini Myriel verib bunları. Myriel də deyir ki, bəli, mən vermişəm. Deyir, bunları da götür, sənə lazım olar. Amma Myriel əslində verməmişdi. O sadəcə onu oğru olaraq təzədən tutuzdurmaq istəmir. Sizcə necə? Təxəyyülümə görə bunun ardıca Jean Valjean artıq ağıllanır. Bu hadisədən dərs çıxarır, daha yaxşı adam olmağa çalışır deyə bilərik. Amma sizin də beyninizdə necə olarsa bunu davam elətdirə bilərsiniz. İndi burada dinləmə mətni var. Dinləmə mətnində biz baxaq görək bu dəfə hansı mətni dinləyəcəyik və birlikdə ona aid çalışmaları işləyəcəyik. Səfillərdən qısa bir parça dinləyirik. Madlen, ikinci hissə. 1815-ci ilin sonlarında Monreal'da bir qərib peyda oldu. Bu şəhərdə onu tanımırdılar. Buraya bir dekabr axşamı kürəyində torba, əlində əsa gəlmişdi. O gələndə bir evdə yanğın baş vermişdi. Şəhər idarəsi yanırdı. Bu adam təhlükəni nəzərə almayaraq özünü odun içinə atmış, jandarm kapitanının uşaqlarını xilas etmişdi. Yanğında onun torbası, içindəki sənədləri də yanmışdı. Bundan sonra o, Monreal'da yaşamağa başladı. Hamı ona Madlen deyirdi. Monreal'da qədimdən daş kömür və qara şüşədə bəzək əşyaları hazırlanırdı. Cənab Madlen bəzək məmulatlarının istehsalında yeniliklər etdi. Bu yeniliklər böyük bir sənaye inqilabına səbəb oldu. 3 il ərzində o, varlı bir adama çevrildi. Madlenin kəşfi sayəsində isə Monreal iri ticarət mərkəzi oldu. Madlen dalğın baxışlı və mərhəmətli bir adamdı. Hər kəsi işə götürür, işçilərindən yalnız namuslu olmağı tələb edirdi. O, şəhər yoxsullarına 1 milyon frank xərcləmişdi. Xəstəxananı böyütmüş, qızlar üçün 2 məktəb tikdirmiş. Qoca və şikəst fəhlələr üçün pulsuz aptek də açmışdı. 1821-ci ildə qəzetlər yepiskop Myrielin 82 yaşında vəfat etdiyini yazdılar. Ertəsi gün cənab Madlen qara paltar geyinib, şlyapasına matəm lenti taxaraq şəhərdə göründü. Adamlar onun yas saxlamasının səbəbini soruşanda demişdi. Gəncliyimdə onun yanında xidmət etmişəm. Aha, bu mətni oxuduq. Baxın, deməli mən burada Jean Valjean ola bilərdi, onun yanında xidmət eləyən. Bir də baxın, daha doğrusu ilk Jean Valjean ağlıma gəldi, amma baxın burada onun yanında xidmət edən biri də var idi. Kim idi bu? Baxın. Adı olmalıdır. Madame Magloire. Madame Magloire. Baxın. Nəyə görə Madame Magloire? Çünki Madame Magloire, burada Jean Valjean'ı silirik. Çünki Madame Magloire
Madam Magloire həmin Mirielin yanında xidmət edən şəxs idi və ondan sonra ondan çox şey öyrənmişdi. Öyrəndiyinə görə də artıq xeyriyyətçi olmuşdu. Hər kəsə əl tutmağa çalışırdı. Madlen şəhər cəmaəti tərəfindən əks edilir. Çünki o jandarmın uşaqlarını eşidərkən bunu yazdım. Uşaqlarını yanğından xilas eləyir. Ondan sonra da artıq şəhərə iş görməyə başlayır. Xeyriyyə cəmiyyətləri yaratmağa başlayır. Cəmaətə əl tutur. Xəstəxanalar, qızlar üçün məktəblər açır və təhsilə böyük bir yatırım eləyir. Sizcə Jean Valjeanın uğur qazanmasında ən hadisə böyük rol oynadı. Baxın, burada Jean Valjean dedi. Baxın, Madeleine kimi tanıdığı Jean Valjean. Baxın, Jean Valjean. Mən əslində birinci olaraq Jean Valjean, ikinci suala baxmamışam. Baxın, bağışlar və inandığını söylüyor. Yalnız sarı pasport yanır, yeni adla həyata davam edir. Aha, baxın, ikinci sualdan görürük ki, ikinci sualdan biz bunun elə Jean Valjean olduğunu görürük. Çünki Jean Valjeanın pasportu yanır, və ona görə də heç kim onu tanımır və o artıq xeyriyyə işlərinə can atır. Ən böyük hadisə, çünki onu bağışlamışdı. Ən böyük hadisə budur. Çünki xeyriyyə işlərinə can atır. Xeyriyyə işlərinə can atandan sonra artıq xeyriyyətçi olur, milyarder, yəni pulu olur, hər kəsə kömək eləməyə çalışır. Amma Jean Valjean, belə deyək də, onun yanında çalışmamışdı, Mirielin yanında çalışmamışdı. Ona görə Madame Magloire deyir, cavabımız elə Jean Valjean olaraq qalacaq. Burada ikinci sualı oxumadan biz birbaşa cavab verməyə çalışdıq. Belə şeylər ola bilir. Növbəti sualımız bizim. Cənab Miriel ilə tanışlıqdan əvvəl və sonraki. Əvvəl olan oğruydu. Cinayətkar idi. Cinayətkar. Sonraki Jean Valjean xeyriyyəçi. Düzgün adam. Düzgün adam idi. Növbəti aşağıdakı aforizm mətni əsas deyəsi var. Öz fikirlərinizi genişləndirib şərh edin. İnsan inkişaf etdirən və tərbiyələndirən yaşadığı cəmiyyət və mühitdir. İnsan bir fərd olaraq yaşadığı cəmiyyət. Bəli. Jean Valjeanı kim tərbiyələdi? Jean Valjeanı Miriel tərbiyə elədi. Yəni ona düz yolu göstərdi. O da düzgün yola getdi və uğur qazandı. Eynilə cəmiyyət, yəni cəmiyyət burada Mirielin obrazında göstərilir və o Jean Valjeanı fərd kimi inkişaf elətdirdi və ona dəyərlər qatdı. Aşağıdakı təlimatı əsasında hekayə yazın. Təsəvvür edin ki, hekayəni qəhrəmanı səhv etmiş, lakin sonradan səhvini anlayıb dəyişmək istəyən bir şəxsdir. Bunu baxın, bunu mən siz üçün yazmayacağım. Çünki hər kəsin öz fikrinə hörmətlə yanaşmaq lazımdır. Siz bir obraz yaradın. Öz obrazınıza harda yaratmışsınız, onu qeyd eləyin. Hətta bunu çalışıb yazanlar varsa yorumlarda yazsa nə gözəl, mən də bunu sizdən oxuyaram. Bunu mən sizə hazır verməyəcəm. Bu sizin yaradılığınız qabiliyyətini öldürə bilər. Ç samitinin deyilişi və yazılışı. Baxırıq. Ç, kobud, Ç kimi, sakit, yemək. Özündən sonra samit gəlirsə, bu yemək masası olacaq, xörək çəkmə ih olacaq, dik K olacaq, K üstü ştrix, K üstü ştrix, hiç C olacaq, sürüş cən olacaq, liderlik etmək, ürək ağrısı. Deməli, bir qayda öyrənirik ki, buradan Ç-dan sonra samit gələrsə, ih kimi, transkripsiyada yazar, Ç-dan sonra sait gələrsə, y kimi tələffüz olunur. Ç hərfi işləndiyi sözdən asılı olaraq müxtəlif səslər ifadə edir. Burada kitab, kosmos, bitki, məktub, görürsünüz, yazıb. İh samiti ilə bitən sözdə saitlə başlanan sözdə y-ya çevrilir. Bu söz əlavə etdikdə hətta tələffüzü də belə olur. Amma özündə məsələn, çiçəyə yazsaq nəinki tələffüz zamanı, həm də yazılış zamanı y-ya çevriləcək. Bu qaydanı öyrənirsiniz. Verilmiş sözlərin arfaya, kompot, deməli, arfeepik norma deyilişinə görədir. Kələm, baxırıq, mən burada yazıram sözü, kələm, üzük, konsert,
çiçək, ləçək, keçi, tank, özündən sonra sait gəlib, döşəyi üzü deyiləcək, seçci, konfet, kəndir çiynandı, səpci, kağız, bilək, itki, kapitan, ürək açan, kirpi, kaktus, çörək otu, örnək kimi olacaq. Siz də bunu aşağıda çalışma dəftərinizə qeyd edə bilərsiniz. İş samiti ilə bitən sözlərə saitlə başlanan şəkilçi artırıqda Ç hərfi Y hərfi ilə əvəz olunur. Yəni, bayaqlar mən bunu yazdım. Yəni, Ç yazılanda özündən sonra sait gələrsə o Y kimi yazılır. Nəinki tələffüz olunur, hətta yazılır. Nöqtələrin yerinə uyğun hərfi ya. Səidə çiçəkləri özündən sonra samit gəlib. Dipcə yə. İştirakçı özündən sonra sait gəlib. Amma iştirak sözü istisnadır, çünki alınma sözlərə daxildir. Ləçəyinə özündən sonra sait gəlib. Təbrikə özündən sonra sait gəlib, amma bu dəyişməyən sözlərdir, alınma sözlərdir. Malik, üzgüçülüyə, mələyin, köynəyini, köynəyini ütülədi. Görürsünüz, iştirak, təbrik sözləri alınma sözlərdir və onlardan sonra sait gələndə Ç, Y əvəzlənməsi baş vermir. Növbəti dərsin videosunda görüşərik. Hələlik.